Oğuz rayon mərkəzi stadionu 1988-ci ildə istifadəyə verilən və son illərə qədər Oğuzlara xidmət edən bu stadion baxımsız qaldığından artıq demək olar ki, yararsız vəziyyətə düşüb. Baxmayaraq ki, Oğuzlar burada futbol oynayırlar, digər idman növləri ilə məşğul olurlar, ancaq stadionun vəziyyəti çox acınacaqlıdır. Stadionun hazırki vəziyyəti sizi qane edirmi? Xeyr, indiki vəziyyəti qane eləmir, çünki hər il özümüz otunu biçirik. Sovet hökumətinin dövründə normal idi. İllər keçdikcə vəziyyət dəyişdi. Yəqin ki, burada bilmirəm kimin balansındadır, haranın balansındadır. Yəni kimsə yəli eləyib, sahibilik eləsə, düzəlsə, təmizlənsə, səliqə sahman olsa çox gözəl olar. Oyunlar olur, biz indi yaşlı adamlar burada, gəzinti, xəstə adamlar, nə bilim bir qıraqdan hərəkət edirik. Özümüz də futbol oynamışıq burada, yaxşı idi indi. Həmin vaxt ot örtüyü necə idi bura? Əla, yaxşı idi. İndi görürsən, hər yeri ot basır, pis vəziyyətdədir. Zif, zibil. Binanın içində hər şey var idi, hər bir şərait var. İndi görürsən, dağılıb, tökülüb, hər şey, heç nə. Sauna, baba aşağıda sauna var, bu İncil olan yerdə. Hər şey var idi. Hər gün mü gəlirsiniz bura? Demək olar gündəlik gəlirəm. Əvvəlki vaxtlar burada futbol olanda cəmaata gəlib uduş qoyurlardı, bileti uduşla satırlardı, velosiped, xalça və s. əşyalar qoyurlardı, cəmaat da çox yıllar. İndi stadion vəziyyət necədir? Hindistandan vəziyyət sıfır. Nə qədər vaxtı belə baxılmır? Çoxdan uzun illər belədir. 92-dən sonra belədir.